Salam müəllimlər, axşamınız xeyir olsun. Bugün mən sizlərlə mövzu 12 molekulyar kinetik nəzəriyyə, ideal qaz qanunları mövzusuna aid olan testlərin izahına baxacağam. Beləliklə müəllimlər, vaxt itirmədən keçən sualların izahına. Birinci sualda bizə deyir ki, Brown hərəkətinin intensivliyi nədən asılıdır? Deməli müəllimlər, biz bilirik ki, Brown hərəkətinin intensivliyi temperaturdan asılıdır. Sonra yad hissəciklərin ölçüsündən asılıdır. Sonra mayenin qatılıq dərəcəsindən asılıdır. Amma mayenin növündən, mayenin sıxlığından asılı deyil. Yəni əslində bir növ bunun da təsirləri var, amma əsas faktor sayılmır da. Əsas bu sadaladıqlarımdır. Ona görə birinci sualda doğru cavab D variantı. İkinci sualda deyir ki, verilmiş kütləli ideal qazın həcmini 4 dəfə azaldıb, təzyiqini 16 dəfə artırdıqda onun orta kinetik enerjisi necə dəyişər? Deməli müəllimlər, biz bu suala necə yanaşacağıq? Biz bilirik ki, orta kinetik enerji temperaturdan asılıdır, düzdürmü? Yəni 2-də 3 KT. İndi biz baxmalıyıq ki, burada temperatur necə dəyişir? İdeal qazın hal tənliyinin qısa formasını yazsaq, PV T asıllığına baxmış olsaq, biz burada nəyə fikir veririk? Fikir verirsə bizə deyir ki, əvvəl həcmini 4 dəfə azalt. Baxın, həcmini 4 dəfə azaltdım. Həcmin 4 dəfə azalmağına görə burada nə baş verdi? Və yaxud belə baxa bilərik. Daha da məsələn anlaşıqlı olsun. Deməli PV T şəklində baxırıq, düzdürmü? Baxın PV T. Birinci halda T PV-yə bərabərdir. İndi mənə deyir ki, həcmi 4 dəfə azalt. Bax bunu 4 dəfə azaltdım. Təzyiqini də 16 dəfə artır. P-dir. 16 dəfə artırdım, oldu 16P. Fikir verin, burada nə baş verdi? 16 ilə 4 ixtisar getdi. İkinci halda T nəyə bərabər oldu? T bərabər oldu 4 PV-yə. Yəni əvvəl temperatur PV hasil idi, indi 4 PV hasildir. Yəni nəticədə temperatur 4 dəfə artdı. Orta kinetik enerji də temperaturla düz mütənasib şəkildə asılı olduğuna görə temperaturu 4 dəfə artıbsa, onda orta kinetik enerjisi nə edəcək? 4 dəfə artacaq. Yəni doğru cavabımız A variantı. Üçüncü sual, sabit təzyiqdə ideal qazın bir halından ikinci halına keçməsi üçün kütləsini necə dəyişmək lazımdır? Deməli, sabit təzyiqdədir, yəni təzyiq sabitdir, P konstantdır. Buradan biz ideal qazın hal tənliyini yazsaq, PV bərabərdir, kiçik M bölünsün böyük M RT-dir. Bu ifadədən gəlin biz kütləni təyin edək. Kütləni təyin edəndə M bərabərdir. PV böyük M bölünsün RT şəklində olacaqdır. Burada sabit təzyiq dediyinə görə P dəyişmir, universal qaz sabiti dəyişmir, molyar kütlə dəyişmir. Fikir verirsinizsə bu prosesdə temperatur sabit qalıb, temperatur da dəyişmir. Yəni gördüyümüz kimi burada kütlə həcmlə necə asılıdır? Düz mütənasib şəkildə asılıdır. Fikir verirsinizsə 1-dən 2-yə gələndə həcm 5-dən qalxıb 15-ə. Yəni həcmi 3 dəfə artıb. Həcm 3 dəfə artıbsa, onda kütlə də nə edib? 3 dəfə artıb. Doğru cavabımız C variantı. Dördüncü sual. 14 qram etil qazında olan molekulların sayını hesablayın. Deməli, fikir verirsinizsə, bizə balaca M 14 qram verib, sonra molyar kütləni verib qiymətini 28 qram bölünsün moldur. Sonra Avogadro sabitini verib, 6 vurulsun 10 üzəri 23'tür. Bizdən nəyi soruşur? Molekulların sayını soruşur. Deməli müəllimlər, biz bilirik ki, maddə miqdarının düsturu biri ya N bölünsün N-adır, ya da ki, nədir? Kiçik M bölünsün böyük M-dir. Onda elə biz, baxın, bu bərabərlikdən istifadə eləyərək nə edə bilərik? Cavabımızı tapa bilərik. Baxın, bu bərabərlikdən istifadə eləyərək. Onda gəlin qiymətdən yazaq. Bizdən molekul sayını soruşur. Bölünsün Avogadro sabitimiz 6 vurulsun 10 üzəri 23'tür. Bərabərdir. Balaca M-imiz, yəni kütləmiz 14'dür. Bölünsün molyar kütlə isə 28'dir. Bundan bu ixtisar gedir. Burada 2 qalır. Çarpaz şəkildə vursaq 2N bərabərdir. 6 vurulsun 10 üzəri 23. Buradan da 2 ilə 6'nı ixtisar eləsək, molekul sayı 3 vurulsun 10 üzəri 23'ə bərabər olacaqdır. Doğru cavabımız Y variantı. 5-ci sual. Verilmiş kütləli ideal qazın təzyiqinin qazın sıxlığından asılı qrafiki verilib. VT koordinat sistemində hansı qrafik bu prosesə uyğundur? Şərtdə verilmiş kütləli qaz deyir. Yəni verilmiş kütləli qaz deyirsə bizim kütləmiz sabitdir deməkdir.
Aha, bizdən nəyi soruşur? VT qrafikini soruşur. Tamam. Fikir veririksə, bizə verilən bu grafikdə necə prosesdir bu? P sabitdir, yəni izobar prosesdir. Düzdürmü? Verilmiş kütləli qaz üçün biz ideal qazın hal tənliyinin qısa formada tənliyini yazsaq, bu PVT şəklindədir. Fikir verirsə, burada təzyiq dəyişmir. Təzyiq dəyişmirsə, həcm temperaturla düz mütənasib şəkildə asılıdır. Yəni, bizim qrafikimiz düz mütənasib şəkildə asılı olmalıdır. Deməli, doğru cavabımız ya B-dir, ya D-dir. İndi burada mən necə təyin edəcəm? Fikir verirsinizsə, burada bunun sıxlığı nə edir? Bax, bunun P-nin Rho-dan asılılığıdır. Burada sıxlıq azalır. Onda Rho bərabərdir M bölünsün V ifadəsini yazsaq, verilmiş kütləli qaz olduğuna görə M dəyişmir, amma sıxlıq azaldığına görə həcm artmalıdır. Həcm artan grafikimizdə D variantında verilmişdir. Keçək müəllimlər növbəti sualımıza. 6 nömrəli sualda isə deyir ki, bağlı qabdakı, yəni bağlı qab nə deməkdir? Bağlı qab o deməkdir ki, bu da həcm dəyişmir. V bərabərdir konstant. İdeal qazı 20 Kelvin artırdıqda onun təzyiqi 20% artıb. Qazın başlanğıc temperaturunun neçə Kelvin olduğunu hesablayın. Deməli, bizə deyir ki, qazı 20 Kelvin artırdıqda. Bu nə deməkdir? 20 Kelvin artırmaq o deməkdir ki, ikinci halda temperatur birincidən 20 Kelvin çoxdur. Bu zaman təzyiq 20% artıb. 20% artma 1,2 dəfə artmadır. Deməli, təzyiq ikinci halda birincidən 1,2 dəfə çoxdur. Bizə deyir ki, qazın başlanğıc temperaturunu tap. Yəni, bizdən T1-i soruşur. İndi buradan ideal qazın hal tənliyinin qısa formasını yazsaq, PVT asıllığına görə, burada bağlı qab dediyinə görə həcm dəyişmir. Bu konstantdır. Onda gördüyümüz kimi təzyiq temperaturla düz mütənasib şəkildə asılıdır. Gəlin asıllıq quraq. Yazarıq ki, P1-in P2-yə nisbəti bərabərdir T1-in T2-yə nisbətinə. Buradan da gəlin qiymətləri yerinə yazaq. Deməli, P1 yerində qalsın. P2-nin yerinə 1,2 P1 yazaram, bərabərdir. T1 bizdən soruşulur. T2-nin yerinə isə T1 üstə gəlsin, 20 yazacağım. Buradan P1-lər ixtisar gedir, çarpar şəkildə vursaq. Deməli, 1,2 T1 bərabərdir. T1 üstə gəlinsin 20. Buradan 0,2 T1 bərabərdir. Deməli, 20-yə. Buradan da T1 nəyə bərabərdir? 100 Kelvinə bərabərdir. Doğru cavabımız A variantı. 7 nömrəli sual. Verilmiş kütləli ideal qazın həcminin temperaturdan asılılıq grafikinə əsasən qazın təzyiqini tapın. Deməli, müəllimlər, neyniyək? Eləcə biz ideal qazın hal tənliyinin qısa formasını yazaq. PV bərabərdir T asıllığını yazaq. İndi, burada V hansı oxda dayanıb? Ordinat oxunda dayanıb. Düzdür, baxın, bura ordinat oxudur. Temperatur isə harada dayanıb? Absis oxunda dayanıb. Bizdən isə nəyi soruşur? Burada fikir verirsinizsə, nüyü maddə miqdarı, tamam, deməli bizdən nüyünü də verib. Gəlin onda biz bu ifadəni PV bərabərdir T şəklində yox, nüyünü də verdiyinə görə elə bütöv formada yazaq. PV bərabərdir nüyü RT şəklində yazalım. İndi müəllimlər, burada məsələ nədir? Burada məsələ nədir? Biz gəlin buradan nüyünü tapaq. İfadədən nüyünü tapanda olur. Nüyü bərabərdir PV bölünsün RT. Düzdürmü? Nüyünü tapanda olur. PV bölünsün RT. İndi müəllimlər, burada məsələ nədir? Bizdən təzyiqi soruşurmuş. Gəlin onda birbaşa buradan təzyiqi tapaq. Bizdən təzyiqi soruşur. Onda biz buradan P-ni tapanda olur. Nüyü RT bölünsün V. Tamam. İndi müəllimlər, burada hər zaman ordinat oxunda dayanan kəmiyyətin absis oxunda dayanan kəmiyyətə nisbəti bizə verməlidir tangens alfanı. Onda absis oxunda dayanan kəmiyyətin ordinat oxunda dayanan kəmiyyətə nisbəti bizə nəyi verər? Əlbəttə ki, kotangens alfanı verər, düzdürmü? Onda belə çıxır ki, absis oxunda temperatur dayanıb, ordinat oxunda həcm dayanıb. Belə çıxır ki, T bölünsün V nisbəti bizə kotangens alfanı verməlidir. Onda mən gətirib baxın burada T bölünsün V-nin yerinə kotangens alfa yaza bilərəm. Deməli, buradan təzyiq nəyə bərabər olacaq? Təzyiq
nü r kotanges alfaya bərabər olacaq. Yəni doğru cavabımız C variantı. 8 nömrəli sual. Sabit kütləli ideal qazın 1, 2 və 3 nöqtəsinə uyğun həcmlərini müqayisə edin. Deməli, nə edə bilərik müəllimlər? İdeal qazın hal tənliyini yazaq. PV bərabərdir. Kiçik m bölünsün böyük m RT. Düzdürmü? Biz buradan həcmi təyin etsək, həcmi tapanda alıram ki, kiçik m RT bölünsün PM. Burada sabit kütləli deyir, kütlə dəyişmir, universal qaz sabiti dəyişmir, molyar kütlə dəyişmir. Deməli, burada V nədən asılıdır? T bölünsün P nisbətindən asılıdır. Bayaq ki, məsələdir, T absis oxunda dayanıb, P ordinat oxunda dayanıb. Yəni, belə çıxır ki, onda T'nin P-yə nisbəti bizə nəyə verməli idi? Absisin ordinatı nisbəti. Kotanges alfanı verməli idi. Kotanges alfada, əziz müəllimlər, necədir? Bu bucaq artında funksiya azaldığı üçün V azalır. Yəni, bu deməkdir ki, bir növ kotanges alfada həcim alfa bucağı ilə tərs mütənasib asılıdır. Yadınızda saxlayın, hər zaman tangens alıbsınızsa, kəmiyyət alfa bucağı ilə düz asılıdır. Kotanges alıbsınızsa, kəmiyyət alfa bucağı ilə tərs asılıdır. Bundan sonra nə edirik? Hər bir nöqtədən koordinat başlanğıcından keçən düz xəttlər keçirdirik. Düzdürmü? Baxın, bu şəkildə keçirdik. Gəlin, bucaqları müqayisə eləyək. Bax, bu bizim bucaqlarımızdır. Bucaqları müqayisə eləyəndə görürəm ki, alfa 1 alfa 2-yə bərabərdir və alfa 3-dən nədir? Böyükdür. Və burada həcm də alfa bucağı ilə tərsi asıldığına görə bunun tərsi olacaq. Yəni V1 V2-yə bərabər olasıdır, amma V3-dən kiçik olacaq. Belə bir variant fikir verirsə D variantında verilmişdir. 9 nömrəli sual. Nə deyir 9 nömrəli sualda bizə? Verilmiş kütləli qaz üzərində aparılan prosesdə qazın 1, 2 və 3 nöqtələrinə uyğun həcmlərinin V1 üstəgəl V2 üstəgəl V3 cəmini tapın. Da maraqlıdır. Deməli, verilmiş kütləli qazdır deməli bu. Fikir verirsə burada nü maddə miqdarına verib. Ona görə mən ideal qazın hal tənliyini bütöv şəkildə yazsam PV bərabərdir. Nü RT şəklində olacaqdır. Düzdürmü? Biz buradan həcmi təyin etsək nə alırıq? V bərabərdir. Nü RT bölünsün P şəklində olacaq. Gəlin ilk öncə bir nöqtəsi üçün biz həcmi təyin edəyin. Deməli, bir nöqtəsi üçün həcmi təyin etsəm, nü vurulsun, R vurulsun. Bir nöqtəsinə uyğun temperatur T0'dır. Bölünsün. Bir nöqtəsinə uyğun təzyiq isə gördüyümüz kimi 3P0'dır. Baxın, bu oldu bir nöqtəsinə uyğun həcm. İndi gəlin iki nöqtəsinə uyğun həcmi tapaq. İki nöqtəsi buradır. Yazıram ki, nü vur, R vurulsun. İki nöqtəsinə uyğun temperatur fikir verirsə nə qədərdir? 3T0'dır. Yəni vurulsun 3T0 bölünsün. İki nöqtəsinə uyğun təzyiq isə 9P0'dır. Onda mən elə 3 ilə 9'u ixtisar etsəm nə alıram? Nü R T0 bölünsün 3P0 alıram. İndi əziz müəllimlər, gəlin 3 nöqtəsinə uyğun da biz həcmi təyin edək. V3 bərabərdir. 3 nöqtəsinə uyğun deməli nü vur, R vur, temperatur 3T0'dır. Bölünsün 3 nöqtəsinə uyğun təzyiq isə P0'a bərabərdir. Bölünsün P0. Artıq biz bunları tapandan sonra müəllimlər nə edirik? Sadəcə bunları toplayırıq. Yəni V1 üstəgəl V2 üstəgəl V3 bərabər olacaq nəyə? V1'imiz nü R T0 bölünsün deməli 3P0 üzərinə gəlsin. V2 nü R T0 bölünsün 3P0 üzərinə gəlsin. V3 isə nü 3 nü. Belə yazaq. Deməli yazacağıq ki 3 nü R T0 bölünsün P0. Deməli müəllimlər, gəlin buradan ortaq məxrəc götürək hər biri üçün. 3P0 götürək. 3P0 götürəndə olacaqdır deməli nü R T0 üstə gəlinsin. Nü R T0 üstə gəlinsin. Buradan da 9 nü. Çünki 3P0'ı P0'a bölsəm 3. 3'ü də 3 nü R T0'a buranda olur. 9 nü R T0. Bu da bərabərdir. Məxrəc oldu 3P0, yuxarı oldu 11 nü R T0.
Belə bir cavab lazımdır bizə. O da Y variantında verilib. 10-cu sual, verilmiş kütləli ideal qaz üzərində proses elə aparılır ki, onun həcmi mütləq temperaturun kvadrat kökü ilə mütənasib artır. Qazın təzyiqinin həcmdən asılıq qrafiki hansı olar? Baxın müəllimlər, bizə burada V-nin T-dən asılıq qrafikini verib. Bu hər hansı bir izoproses deyil. İzoproses deyilsə, yaxşı, bəs biz bunu necə həll edə bilərik? Fikir verirsinizsə, VT ilə kök altı düz asıldı. Kök altı funksiya necədir? Y bərabərdir K kökdə X-dir, düzdürmü? Y-in yerində nə dayanıb? V dayanıb. Baxın, Y-in yerinə gətirib V yazıram. Bərabərdir K vurulsun. K hər hansı bir sabit ədəddir. X da ordinat oxudu. Ordinat oxunda nə dayanıb? Temperatur dayanıb. Bu da olsun kökdə T. Düzdürmü? Yəni biz bunu kvadrata yüksəldək. Kvadrata yüksəlsəm alıram ki, V kvadratı bərabərdir K kvadratı vurulsun T. Bunu bu şəkildə saxlayaq. İndi mən gəlirəm verilmiş kütləli ideal qaz üçün ideal qazın hal tənliyinin qısa formasını yazıram. Yazıram PVT. PV bərabərdir T yazıram elə. İndi burada P-nin V-dən asılığını, məndən asılığını soruşursa, nə etməliyəm? Temperaturu əvəz eləməliyəm. Buradan onda mən buradan temperaturu təyin etsəm, olacaqdır V kvadratı bölünsün K kvadratı və həmən ifadəni gətirib bu aşağıdakı düsturda yerinə yazıram. Olur PV bərabərdir. T-nin də yerinə yazıram. V kvadratı bölünsün K kvadratı. V-lərin bir ixtisar gedir. Buradan P bərabərdir. V bölünsün K kvadratı alıram. K burada hər hansı bir ədəddir, qiyməti dəyişmir. Onda təzyiq həcmdən düz mütənasib şəkildə asılı olmuş olur. Doğru cavabımız nə olacaqdır? A variantı olacaqdır. Keçək növbəti sualımıza. 11 nömrəli sualda isə bizə deyir ki, sabit temperaturda verilmiş kütləli ideal qazın həcmini 3 dəfə azaltdıqda onun təzyiqi 30 kilopascal artdı. Qazın təzyiqinin başlanğıc qiymətinin neçə kilopascal olduğunu hesablayın. Fikir verirsə burada sabit temperatur deyir. Yəni bizim temperaturumuz neynəmir? Dəyişmir. Və bizə deyir ki, qazın həcmi 3 dəfə azaltdıqda, deməli ikinci halda həcm birincidən 3 dəfə azdır. Gəlin bizə hesablamaq rahat olsun deyə buradan V1-i tapaq. Deməli V1 nəyə bərabərdir? 3V2-yə bərabərdir. Baxın, bunu burada kənarda qeyd elədim, bizə lazımdır. Deyir ki, təzyiqi 30 kilopascal artıb. Yəni ikinci halda təzyiq birincidən 30 kilopascal çoxdur. Bizdən də qazın təzyiqinin başlanğıc qiymətini, yəni P1-i soruşur. İndi müəllimlər, verilmiş kütləli qaz üçün yenə də ideal qazın hal tənliyinin qısa formasını yazsaq, PV-T-yə görə temperatur dəyişmirsə, təzyiq həcmlə tərs mütənasib şəkildə asılıdır. Onda asılılıq qurarıq ki, P1-in P2-yə nisbəti bərabərdir V2-nin V1-ə nisbətinə. Deməli, buradan P1 bölünsün, P2-nin yerinə P1 üstəgəl 30 yazıram, bərabərdir. V2 qalsın, V1-in yerinə isə gətirib 3V2 yazıram. Buradan V2-lər ixtisar gedir. Çarpaz şəkildə vursaq, buradan 3P1 bərabərdir. P1 üstə gəlinsin 30-a. Buradan 2P1 bərabərdir 30 alınır. Deməli, başlanğıc təzyiq nəyə bərabərdir? 15 kilopascala bərabərdir. Doğru cavabımız B variantı. 12 nömrəli sual. Qablarda eyni növ qaz vardır. Kranı açdıqdan sonra qərarlaşmış təzyiq nə qədər olar? Bilirik ki, müəllimlər, bunun hazır düsturu var. Buradakı kran açılandan sonra qərarlaşmış təzyiqi tapmaq üçün biz P1, V1 üzərinə gəlinsin. P2, V2 bölünsün. V1 üstə gəlinsin. V2 düsturundan istifadə edirik. Bu cür suallarda. Buradan onda biz hesablamamızı aparsaq, teta bərabərdir. Birinci qabdakı təzyiq 1,5P vurulsun həmin qabdakı həcm 2V'dir. Qazın həcmi üzərinə gəlinsin. P2 3P vurulsun. Orada isə qazın həcmi V qədərdir. Bölünsün məxrəcdə də həcmlər cəmi. Yəni 2V üstə gəlinsin V. Buradan da biz alırıq ki, yuxarıda 2-ni 1,5-ə vuranda 3PV üstə gəl 3PV. Yəni 9PV bölünsün məxrəcdə isə 3V'dir. Buradan V'lər ixtisar gedir. 9P'ni də 3-ə böləndə alırıq 3P. Belə bir cavab, amma variantlar arasında yoxdur. Müəllimlər, burada mən 3PV-nin üstünə 3PV gələndə 9PV deyirəm. 6PV. Onu da əlbəttə ki 3-ə böləndə nə alınacaq?
2P alınacaq. Doğru cavabımız C variantı. 13 nömrəli sual. Verilmiş kütləli bir atomlu ideal qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafiki verilib. Qaz molekullarının orta kinetik enerjisinin həcmindən asılılıq qrafiklərindən hansı bu prosesə uyğundur? Biz bilirik ki, orta kinetik enerjinin düsturu 2-də 3 KT-dir. Yəni orta kinetik enerji temperaturdan asılıdır. Temperatur baxırıq ki, burada necədir? Sabit qalıb. Temperatur sabit qalıbsa, avtomatik olaraq orta kinetik enerji də sabit qalacaq. Yəni doğru cavabımız ya A-dır, ya C-dir. İndi bəs burada A yoxsa C olduğunu necə təyin edəcəm? Fikir verirsinizsə, proses izotermik prosesdir, temperatur sabitdir və verilmiş kütləli qaz deyir. Verilmiş kütləli qaz üçün ideal qazın hal tənliyini biz yazanda demişik ki, izotermik prosesdə, yəni temperatur sabitdirsə, təzyiq ilə həcm bir-birindən tərs asılıdır. Bizə verilən qrafikdə baxıram ki, 1-dən 2-yə doğru gəldikcə təzyiq azalır. Təzyiq azalırsa, onda həcm artmalıdır. Həcm artan qrafikdə C variantında verilib. 13 nömrəli sual bizə nə deyir 13 nömrəli sualda? Elə 13-ə baxırdıq da 14 nömrəli suala çatdıq. Verilmiş kütləli deyir ki, ideal qaz bir halından ikinci halına keçəndə qazın sıxlığı və qaz molekullarının konsentrasiyası necə dəyişir? Deməli, müəllimlər, biz bunu necə təyin edərik? Verilmiş kütləli qaz üçün ideal qazın hal tənliyinin qısa formada yazsaq, P və T asılılığına görə burada indi biz nə edərik? Buradan həcmi təyin edək. Həcmi təyin edəndə mən alıram T bölünsün P. Baxın, bayaqki halda P ordinatdır, T apsisdir. Ordinatın apsisə tangesi idi. Amma bizdə düsturda T'nin P'yə nisbətidir. Onda T'nin P'yə, yəni apsisin ordinata nisbəti bizə nəyi verəcəkdir? Kotanges alfanı verəcəkdir, düzdürmü? Kotanges alfa. Yəni burada həcm nəyə bərabər oldu? Kotanges alfaya bərabər oldu. Kotanges alfada alanda nə demişdik? Kəmiyyət alfa bucağı ilə tərs mütənasib şəkildə asılı olur. İndi fikir verək. 1-in əmələ gətirdiyi bucaq budur, 2-in əmələ gətirdiyi bucaq budur. Fikir verirsinizsə, bura alfa 1, bura alfa 2 desəm, 1-dən 2-yə keçəndə bucaq nə edib? Bucaq azalıb. Bucaq azalıbsa, həcm nə edəcək? Həcm artacaq. Tamam, həcm artırsa, onda rho bərabərdir M bölünsün V düsturuna görə, verilmiş kütləli qaz olduğuna görə kütlə dəyişmir, amma burada həcm artdığına görə, düzdürmü? Çünki bucaq azalanda həcm artdı. Həcm artdısa, sıxlıq azalacaq. Konsentrasiyaya baxsaq, kiçik M bərabərdir. Böyük M bölünsün V-dir. Burada qazın kütləsi dəyişmirsə, qaz molekullarının sayı da dəyişmir. Onda yenə də həcm artdığına görə konsentrasiya da azalacaqdır. Hər iki azalar, doğru cavabımız A variantı. 15 nömrəli sual. Sabit təzyiqdə ideal qazın həcminin mütləq temperaturdan asılılıq qrafik verilib. Hansı hissələrdə qazın kütləsi azalır? İdeal qazın hal tənliyini yazsaq, PV bərabərdir, kiçik M bölünsün böyük M RT şəklindədir. Bu tənlikdən, bu düsturdan biz deməli qazın kütləsini təyin etsək, M bərabərdir, PV böyük M bölünsün RT şəklində olacaqdır. Buradan indi fikir veririk nəyə? Əlbəttə ki, burada R ilə işimiz yoxdur, molyar kütlə ilə işimiz yoxdur, sabit təzyiqdə dediyinə görə şərtdə P ilə də işimiz yoxdur. Gördüyümüz kimi M nədən asılıdır? M V bölünsün T'dən. Yəni gördüyümüz kimi M V ilə düz, T ilə tərsdir. İndi bizə deyir ki, qazın kütləsi azalsın. Deməli, qazın kütləsinin azalması üçün ya həcm azalmalıdır. Çünki həcmdən düzdür. Ya da temperatur artmalıdır ki, kütlə azalsın. Çünki tərsdir. Deməli, mən qazın kütləsinin azalması üçün nəyi axtarıram? V-nin azaldığı, temperaturun artdığı hissələri axtarıram. Deməli, V-nin azaldığı hissə haradır? Fikir verirsinizsə 2, 3-dür. Temperaturun artdığı hissə haradır? Fikir verin, oxla görsənir. 1 ilə 2-dir. Deməli, mənim cavabım 1, 2, 2, 3 olacaq. Yəni A variantı. 16 nömrəli sual. Qablarda eyni kütləli və eyni temperaturlu helium qazı vardır. K kranını açdıqda qablarda qazın təzyiqi necə dəyişər? Fikir verirsinizsə, eyni kütləli və eyni temperaturlu deyir. Bu şərt önəmlidir. Deməli, eyni kütləlidirsə, kütlə sabit. Eyni temperaturludursa, temperatur da sabit. Əla. İndi biz
İdeal qazın hal tənliyini verilmiş kütləli qaz üçün yazsaq, P və T asıllığına görə temperatur dəyişmirsə, təzyiqlə həcm necə asılı olurdu izotermik prosesdə? Tərs asılı olurdu. Belə çıxır ki, həcmin az olduğu hissədə təzyiq nədir? Çoxdur. Deməli, bura fikir verirsinizsə, V həcminə sahibdir. Bura isə 3V həcminə sahibdir. Həcmin çox olduğu yerdə təzyiq çoxdur. Deməli, burada təzyiq çoxdur. Burada P nədir? Azdır. Düzdürmü? İndi bu K kranını açandan sonra nə baş verir? K kranını açandan sonra təzyiq çox olan yerdən az olan hissəyə doğru gedir. Yəni, indi biz K kranını açandan sonra başlayır nə baş verməyə burada? O hadisə baş verir ki, K kranını açanla burada başlayır bu təzyiq azalmağa. Burada təzyiq azalmağa başlayır. Burada nə etməyə? Təzyiq artmağa. Bu da əsas nədən irəli gəlir? Elə bir ki, burada V həcmində qaz var. Burada 3V həcmində qaz var. Düzdürmü? Nəticədə bu K kranını açandan sonra elə bir ki, qaz gəlir bura. Bura gəldiyinə görə burada həcm artır, təzyiq azalır. Amma burada həcm azaldığına görə təzyiq artacaq. Yəni belə çıxır ki, birinci qabda təzyiq azalar, ikinci qabda təzyiq artar. Doğru cavabımız B variantı. 17 nömrəli sual. 0,22 kiloqram karbon qazında olan oksigen atomlarının sayını hesablayın. Deməli müəllimlər, biz nə edək? İlk öncə bir oksigen atomu üçün biz nə edək? Sayı tapaq. Deməli, bunu da necə tapa bilərəm? Bayaqki düsturdan n bölünsün n-a bərabərdir. Kiçik m bölünsün böyük m düsturundan. Gəlin buradan hesablama aparaq. Deməli, n bölünsün Avogadro sabiti 6 vurulsun 10 üzəri 23'dür. Bu da bərabərdir. Balaca m'imiz 0,22 bölünsün. Böyük m'imiz isə nə qədərdir? 0,44. Düzdürmü? İndi burada biz nə alırıq? Biz burada onu alırıq ki, bax bununla bu ixtisar gedir. Burada 2 qalır mı? Buradan 2n bərabər olur. 6 vurulsun 10 üstü 23. Buradan da n nəyə bərabərdir? Buradan da n 3 vurulsun 10 üzəri 23'ə bərabərdir. Buna bərabərdirsə, indi bu biz aldığımız bir dənə oksigen oksigende olan atomların sayıdır. İndi fikir verirsə, bu karbon qazında burada neçə dənədir? 2 dənədir, düzdürmü? Bu 2 dənə olduğuna görə biz nə etməliyik? Bunu 2'ye vurmalıyıq. Yəni onda n olacaqdı. 2 vurulsun, 3 vurulsun 10 üstü 23. Buradan da biz nə alırıq? Biz deməli buradan alırıq 6 vurulsun 10 üzəri 23. Daha doğrusu müəllimlər, burada ixtisar eləyəndə 2 yox, 0,2 qalır. 0,2 qalır. Burada onda olur 30 vurulsun 10 üstü 23. Mən də bunu 3 vurulsun 10 üstü 24 yazaram. Onda 2'ye vuranda 6 vurulsun 10 üstü 24 olar. Yəni C variantı. 18 nömrəli sual. Sabit təzyiqdə verilmiş ideal qazın mütləq temperaturu 40% artdıqda onun sıxlığı necə dəyişər? Deməli, sıxlığın belə bir düsturu var. Rho bərabərdir MP bölünsün RT. Burada R dəyişmir, M dəyişmir, sabit təzyiq deyilənə görə P dəyişmir. Gördüyümüz kimi sıxlıq temperaturla tərs asılıdır. 40% artırma temperaturu 1,4 dəfə artırma deməkdir. Əgər temperatur 1,4 dəfə artırsa, onda bunun sıxlığı nə edəcək? 1,4 dəfə azalacaq. Yəni doğru cavabımız B variantı. 19 nömrəli sual. Qapalı qabdakı ideal qazı soyutsaq, onun təzyiqi və sıxlığı necə dəyişir? Qapalı qab deyəndə nə edirdik? Həcmi sabit götürürdük. Və konstant. Qazı soyutmaq. Soyuduruqsa bu nə deməkdir? Temperaturu azaldırıq. Əlbəttə ki, burada həcm sabitsə, sıxlığı da dəyişməz. Düzdürmü? Həcm, sıxlıq, konsentrasiya dəyişmir. Həcm sabitsə, sıxlıq və konsentrasiya da dəyişməz. Amma gəlirəm təzyiqə. PV bərabərdir nu RT yazsam, burada V dəyişmir, onda təzyiq temperaturla düz asılıdır.
Soyuduruqsa temperatur azalır dedik. Temperatur azalırsa təzyiqi azalır. Təzyiqi azalar, sıxlığı dəyişməz. D variantı. 20 nömrəli sual. Verilmiş kütləli ideal qazın təzyiqinin, onun həcminə asılılıq qrafiki verilibdir. Qazın mütləq temperaturu neçə dəfə artmışdır? Gəlin baxalım. Birinci mən baxıram 1-2 hissəsinə. 1-2 hissəsində görürəm ki, həcm sabitdir. Düzdür. Verilmiş kütləli qaz üçün PV-T asılılığını yazanda 1-2 hissəsində həcm dəyişmir. Həcm dəyişmirsə təzyiq temperaturunun düz asılıdır. Baxıram ki, 1-2 hissəsində təzyiq P0-dan 2P0-a gəlib. Yəni təzyiq 2 dəfə artıb. Təzyiq 2 dəfə artırsa temperatur da 2 dəfə artar. Deməli burada 1-2 hissəsində nə baş verdi? Temperatur 2 dəfə artmış oldu. Gəlirəm indi 2-3 hissəsinə. 2-3 hissəsində görürəm ki, təzyiq sabitdir. Yenə də biz PV-T asılılığını yazsaq, P sabitdirsə, onda həcm də temperaturdan düz asılıdır. 2-3 hissəsində həcm V0-dan 3V0-a gəlib, yəni həcmi 3 dəfə artıb. Həcmi 3 dəfə artıbsa, temperatur da 3 dəfə artacaq. Deməli, burada temperatur neynədir? 3 dəfə artdı. Və gəlirəm 3-4 hissəsinə. 3-4 hissəsində yenə də həcm sabitdir. Təzyiq 2P0-dan 4P0-a gəlib. Yenə də bayaq kimi PV-T asılılığını yazırıq. V burada dəyişmədi. Təzyiq temperaturdan düz asılı oldu. 3-4 hissəsində bunun təzyiqi 2P0-dan 4P0-a gəlib. Yəni təzyiqi 2 dəfə artıb. Onda yenə də temperaturu bunun 2 dəfə artacaq. Deməli, burada da temperaturu 2 dəfə artar. Ümumi temperaturun neçə dəfə artdığını tapmaq istəyiriksə, birinci 2 dəfə artdı, sonra 3 dəfə, sonra 2 dəfə. Bir-birini həmişə vururuq. Deməli, temperaturu nə edib? 12 dəfə artıb. Doğru cavabımız Y variantı. 21 nömrəli sual. Baxın, burada qətiyyən toplamırsınız. Toplasaydıq, indi burada yoxdur, qeyd eləməmişəm, amma yəni həmişə vurursunuz. Və gəldim 21 nömrəli suala. Qapalı qablarda olan ideal qaz molekullarının orta kinetik enerjiləri arasında hansı münasibət doğrudur? Deməli, müəllimlər, biz bilirik ki, orta kinetik enerji kinetik orta bərabərdir. 2-də 3 KT-dir. Yəni, temperaturdan asılıdır. Düzdürmü? Bax, temperaturdan asılıdır. Fikir verirsinizsə, birinci və ikinci qablarda temperatur Celsius ilə, üçüncü qabda Kelvinlə verib. Gəlin, Celsiusdən Kelvinə keçək. 27 dərəcə Celsius nə deməkdir? 300 Kelvin deməkdir. Düzdürmü? Üzərinə 273 gəlirik. Elə bu da 300 Kelvindir, bu da 300 Kelvindir. Deməli, burada orta kinetik enerjilər bərabərdir. Çünki temperaturları bərabərdir. 22 nömrəli sual. Sabit kütləli ideal qaz bir halından ikinci halına keçdikdə qaz molekularının orta kvadratik sürəti necə dəyişir? Fikir verirsinizsə, təzyiq və həcm asılılıq qrafiki verib. Biz də orta kvadratik sürətin elə bir düsturunu seçməliyik ki, orada təzyiq və həcm olsun. Bu da 3PV bölünsün M düsturudur. Gəl indi baxalım 1-dən 2-yə gələndə nə baş verir? 1 nöqtəsindən 2-yə gələndə, yəni bir halından ikinci halına gələndə əvvəl bunun PV hasili nə qədərdir? 4P0 vurulsun 4V0, yəni 16P0V0'dır. 2 halına gələndə isə bunun hasili P0V0'dır. Nəticədə nə baş verdi? Sürət burada 16P0'dan P0'a gəldi. Yəni daha doğrusu 16 elə bir ki əvvəl. Baxın, gəlin bunu belə düşünək də. Birinci halda elə bir ki 1 nöqtəsində olanda orta kvadratik sürət olur. 3 vurulsun 16 P0V0 bölünsün M. İkinci halda olur. 3 vurulsun. 3 bu düsturdakı 3'dür də. Olur sadəcə P0V0 bölü M. Yəni nəticədə nə baş verdi? Kəsrin sürəti 16 dəfə azaldı. Kəsrin sürəti 16 dəfə azalıbsa kökün altında. Belə çıxır ki, orta kvadratik sürət 4 dəfə azalacaq. Yəni B variantı olacaq. Daha sonra, məsələn, biz belə də baxa bilərdik. Bir halına ikinci halına gələndə nə baş verir? Gəlin, bax, belə baxa bilərdik. Başqa cür. Kök altında düstur 3PV bölünsün M deyilmi? Həm P'dən, həm V'dən kök altı düz asıldı.
Bir halından ikinci halına gələndə təzyiq 4P0-dan P0-a düşüb. Yəni təzyiq 4 dəfə azalıb, onda orta kvadratik sürət kök altı 4 dəfə, yəni 2 dəfə azalacaq. Həcm də 4V0-dan V0-a gəlib, həcm də 4 dəfə azalıb, onda orta kvadratik sürət bir dəfə də həcmə görə 2 dəfə azalacaq. Nəticədə 4 dəfə azalmış olacaq. 23 nömrəli sual. Diaqramın hansı hissəsi verilmiş kütləli ideal qazın izotermik sıxılmasına uyğundur? İzotermik prosesdə biz bilməliyik ki, təzyiqlə həcm necə asılıdır? Verilmiş kütləli qaz üçün PV-T asılılığını yazanda, məsələn, gəlin elə buradan P-ni tapaq. P-ni tapanda olur T bölünsün V. Yəni izotermik prosesdə temperatur dəyişmir. Ona görə təzyiq həcmlə tərs mütənasib şəkildə asılıdır. Tərs asılı olan qrafiklərimiz nədir burada? Elə 1-5-dir. Bir də başqa nə var burada? 1-3 də var. Düzdür? Bax, 1-3 də ola bilər, 1-5 də ola bilər. İndi hansını seçərik? Bizə deyir sıxılma. Sıxılması üçün həcm azalmalıdır. Həcm azalan hansıdır? Fikir verin. 1-3 prosesidir. Doğru cavabımız B variantı. 24 nömrəli sual. Qrafikin bir nöqtəsinə uyğun gələn mütləq temperatur, baxın, bura uyğun gələn temperatur nə qədərdir? 100 Kelvin olarsa deyir. 2 nöqtəsində, baxın, burada temperatur nəyə bərabər olar? Deməli, nə edə bilərik? İdeal qazın hal tənliyini yazarıq qısa formada. Kütləni bizə sabit verib, PV-T asılığı yazıram. Buradan nəyin şahidi oluruq? Fikir verirsinizsə, 1-2 hissəsində bunun həcmi nə eləmir? Bunun həcmi dəyişmir. Dəyişmirsə, burada temperatur təzyiq ilə düz mütənasib şəkildə asılıdır. Bir nöqtəsində təzyiq P0-dır, 2 nöqtəsində təzyiq 4P0-dır. Yəni, təzyiq 4 dəfə artıb. Təzyiq 4 dəfə artıbsa, temperatur da 4 dəfə artacaq. Yəni, ikinci halda temperatur birincidən 4 dəfə çox olacaq. Birinci 100 idi, 2 nöqtəsində 4 dəfə çox. Yəni, olacaq 400 Kelvin. Doğru cavabımız A variantı. 25 nömrəli sual. Verilmiş kütləli ideal qazın təzyiqinin həcmdən asılıq qrafik asılığı göstərilib. A nöqtəsində temperatur 40 Kelvindir. Baxın, A nöqtəsində temperaturumuz 40 Kelvinə bərabərdir. Bizə deyir ki, B, bir də C nöqtələrində temperatur nəyə bərabər olar? İndi əziz müəllimlər bir şeyə fikir verək. Yenə də, məsələn, birinci baxıram mən AB hissəsinə, düzdürmü? AB hissəsinə baxıram. AB hissəsində həcm neynəmir? Həcm dəyişmir. Özə bu, verilmiş kütləli qazdır. Onda PV-T asılılığını yazsam, burada həcm dəyişmir, təzyiqlə temperatur düz asılıdır. Baxıram ki, A nöqtəsində təzyiq 2-dir, B nöqtəsində təzyiq 4-dür. Yəni, A-dan B-yə gələndə təzyiq 2 dəfə artıb. Təzyiqi 2 dəfə artıbsa, temperatur da 2 dəfə artacaq. Yəni, B nöqtəsindəki temperatur A nöqtəsindəki temperaturdan 2 dəfə çox olacaq. A nöqtəsində temperatur 40-dır, onda 2-ni 40-a vuranda bu oldu 80 Kelvin. Deməli, B nöqtəsində 80 olmalıdır. Gəlirəm indi C nöqtəsini tapmağa, onu da necə təyin edəcəm? İndi mən baxıram BC hissəsinə. BC hissəsində təzyiq dəyişmir. Düzdürmü? Onda PV-T asılılığına görə burada təzyiq dəyişmirsə, həcm temperaturundan düz asılıdır. Fikir verirsinizsə, B-dən C-yə gələndə bunun həcmi 2-dən 4-ə qədər qalxıb. Yəni, həcmi neyniyib? Həcmi 2 dəfə artıb. Həcmi 2 dəfə artıbsa, temperatur da 2 dəfə artacaq. Yəni, C nöqtəsindəki temperaturda B nöqtəsindəki temperaturdan 2 dəfə çox olacaq. 2 vurulsun. B nöqtəsində temperaturu 80 tapmışdıq. Onda C nöqtəsində 2 vurulsun 80-dan 160 Kelvin olacaq. 80-160 doğru cavabımız C variantı. 26 nömrəli sualımız. Verilmiş kütləli ideal qaz üzərində proses aparılır. Verilən nöqtələrdə qaz molekullarının orta kvadratik sürətləri arasında hansı münasibət doğrudur? Deməli, əziz müəllimlər, burada baxanla görürəm ki, 2 və 3 nöqtələrində orta kvadratik sürətlər bərabərdir. Niyə? Çünki 2-3 hissəsinə fikir verirsinizsə, bu necədir? İzotermik prosesi, düzdürmü? İzotermik prosesdə də temperatur nədir? Sabit. Söhbət nədən gedir? Söhbət 2-3 hissəsindən gedir, düzdürmü? Verilmiş kütləli də qazdır. M bərabərdir konstant. Ona mən orta kvadratik sürətin baxın. V orta bərabərdir. Kökün altında
3KT bölünsün M0 düsturunu yazıram. Gördüğümüz kimi orta kvadratik sürət temperaturdan kök altı düz asıldı. Yəni 2 və 3 nöqtələrində temperatur eyni olduğuna görə 2 və 3 nöqtələrində orta kvadratik sürətlər necə olacaq? Orta kvadratik sürətlər bərabər olacaq. Bəs biri necə müqayisə eləyərəm? Bir də belə müqayisə eləyə bilərəm ki, baxın, buradan məsələn bu xəttdir, düzdürmü? Bax, bu hissədə temperatur həcm neynəmir? Həcm dəyişmir. Həcm dəyişmirsə, gəlin burada temperaturları müqayisə eləyək. PV T asılılığına görə həcm dəyişmirsə, təzyiq temperaturuna düz mütənasib şəkildə asılıdır. Baxıram ki, bir nöqtəsinə uyğun təzyiqə bura P1 deyərəm, 2 nöqtəsinə uyğun təzyiqə P2 deyərəm. Burada müqayisə eləyəndə görürəm ki, P2 P1-dən böyükdür və temperaturda təzyiqlə həcm sabit qaldığına görə düz asılı olduğu üçün T2-də nədir? T1-dən böyükdür. Yəni belə çıxır ki, orta kvadratik sürətlə temperaturdan kökaltı düz asılı olduğuna görə V orta 2-də V orta 1-dən böyük olmalıdır. Belə çıxır ki, biz 2 ilə 3-ü bərabər tapmışdıq və bunlar da nədir? 1-dən böyükdür. Yəni 1 bunlardan kiçikdir. 1 bunlardan kiçikdir, 2 3-ə bərabərdir. Doğru cavabımız C variantı. 27 nömrəli sual. Deyir ki, başlanğıc temperaturu 27 dərəcə Selsi və təzyiqi 300 kilopascal olan ideal qazı izoxor olaraq hansı temperatura qədər qızdırmaq lazımdır ki, onun son təzyiqi 600 kilopascal olsun. Cavabı da Kelvinə ifadə elə deyir. Deməli müəllimlər, başlanğıc temperaturu 27 dərəcə Selsidir. Gəlin biz bunu Kelvinə çevirək. T1 olacaq 273 üzərinə gəlsəm 300 Kelvin. Mənə deyir ki, hansı temperatura qədər qızdırmalıyam? Yəni məndən T2-ni soruşur. P1-im var 300 kilopaskaldır. Sonda da təzyiqim P2-də var 600. Gəl buradan yazalım. Deməli P1-imiz 300 kilopaskaldır. P2-miz 600 kilopaskaldır. Düzdürmü? Buradan sonra T1'imiz 300 Kelvindir. Bizdən T2'ni soruşur. Şifayı da tapa bilərik, hesablama da yapar bilərik. Necə? Fikir verirsinizsə burada izoxor olaraq deyir. Yəni həcm sabitdir. Həcm sabitdirsə PV-T asılılığına görə həcm dəyişmirsə təzyiq temperaturundan düz asılıdır. Onda asıllıq quraram ki P1'in P2'ye nisbəti bərabər olmalıdır. T1'in T2'ye nisbətinə. Asıllıq qursaq yazarıq ki, P1 300'dür, P2 600'dür, bərabərdir. T1 300'dür, T2'ni isə bilmirik. 300'lər buradan getdi, deməli T2 nəyə bərabərdir? 600 Kelvinə bərabərdir. Yəni doğru cavabımız burada olacaqdır D variantı. Şifayı necə tapardıq? PV T'yə görə V sabitsə PT ilə düz asılı deyilmi? Baxıram ki, təzyiq 300-dən 600-ə gəlib. Yəni təzyiq 2 dəfə artıb. Təzyiq 2 dəfə artırsa, temperatur da artmalıdır 2 dəfə. Əvvəl 300-dürsə 2 dəfə artandan sonra 600 olacaq. 28 nömrəli sual, maraqlı sualdır bu da. Deyir ki, balonda temperaturu 250 Kelvin, kütləsi isə 4 kiloqram olan ideal qaz vardır. Balondan çıxan qazın kütləsi nə qədər olmalıdır ki, balonda qalan qazı 400 Kelvinə qədər qızdırdıqda təzyiq başlanğıcdakı qiymət alsın. Sözə fikir verin. Başlanğıcdakı qiymət alsın. Yəni belə bu deməkdir ki, təzyiqi bunun dəyişməyib. Başlanğıcda da, sonda da qiyməti eyni olaraq qalıb. Belədirsə, onda biz PV bərabərdir kiçik M bölünsün böyük M RT düsturunu yazmış olsaq, burada nə edərəm? M-i təyin edərəm. Buradan biz kütləni təyin etsək olur PV böyük M bölünsün RT. Düzdürmü? İndi burada baxıram ki, təzyiqimiz dəyişmir. Sonra balondur. Balonda qaz hara gedərsdir? Burada qazın, çünki balondan müəyyən qədər qaz çıxsa da, orada yalnız azalan qazın kütləsidir. Qazın həcmi dəyişmir. Çünki qaz oradan çıxsa da geri qalan qaz həmən balonun bütün həcmini tutur. Ona görə həcm dəyişmir. Universal qaz sabiti dəyişmir. Molyar kütlə dəyişmir. Gördüyümüz kimi burada kütlə temperaturla tərs mütənasib şəkildə asılıdır. Onda yazaram ki, M1'in M2'ye nisbəti bərabərdir T2'nin T1'ə nisbətinə. Buradan M1 4 kiloqramdır. Görək balonda nə qədər qaz qalıb. M2 deyirəm buna. T2'miz 400'dür. Bölünsün. T1'imiz isə 250'dir. Deməli buradan bununla
bu ixtisar gedir. Burada 100 qalır. Onda buradan olur ki 100 M2 bərabərdir 250'yə. M2 buradan nə qədərdir? 2,5 kiloqramdır. Amma bu bizim cavabımız değil. Bizim aldığımız sonda balonda qalan qazın kütləsidir. Amma bizə nə deyir? Balondan çıxan qazın kütləsi nə qədər olmalıdır? Onda mən balondan çıxan qazın kütləsini tapmaq üçün M1'dən, yəni başlanğıcdakından qalanı çıxmalıyam. Başlanğıcda 4 kiloqram qaz vardı, sonda da 2,5 kiloqram qaz var. Deməli buradan 1,5 kiloqram qaz neyniyib? Balondan çıxarılıb. Doğru cavabımız C variantı. 29 nömrəli sual. Hava qabarcığı gölün dibindən onun səthinə çıxan zaman qabarcığın həcmi 3 dəfə artarsa, gölün dərinliyini hesablayın. Gəlin müəllimlər, bax bu sualı belə anlamağa çalışaq. Bu olsun bizim bir qabımız, gölümüz, düzdürmü? Burada da hava qabarcığı gölün dibindən, bax burada bir hava qabarcığımız olsun, düzdürmü? Bu hava qabarcığı deyir ki, gölün dibindən səthinə qalxana qədər qalxan zaman qabarcığın həcmi 3 dəfə artır. Yəni qabın dibində olanda bu qabarcığın həcmi V qədər olubsa, sanki bu yuxarı qalxanda biraz əvvəlki qabarcıq böyüyüb və həcmi artıb olub 3V qədər. Aydındır. Belədirsə, indi bir şeyə fikir verək. Əgər bu qabarcıq qabın dibində olanda bu qabarcığa nə təzyiq göstərir? Yəni birinci halda bunun təzyiqi nəyə bərabərdir? Elə bil ki, bir burada su olduğuna görə bir suyun göstərdiyi təzyiq var. Bir də bunun ağzı açıq olduğuna görə yuxarıdan aşağı buna hava təzyiqi göstərir. Yəni atmosfer təzyiqi. Onda qabın dibində olanda bu qabarcığa bir yuxarıdan aşağı atmosfer təzyiqi, bir də bir ρH qədər su təzyiqi göstərir. Amma bu hava qabarcığı gəlib bu gölün səthinə çıxanda artıq buna yuxarıda yalnız ikinci halda nə təzyiq göstərir? Yalnız hava təzyiqi göstərir, yəni P0. Əla. Temperatur da sabitdir. Onda PVT asıllığına görə temperatur burada sabitdirsə, təzyiqlə həcm necə asılıdır? Tərs asılıdır. Asıllıq quraram ki, P1'in P2'ye nisbəti bərabərdir V2'nin V1'ə nisbətinə. Birinci halda təzyiq nədir? P0 üstə gəlinsin ρH-dır. Bölünsün ikinci halda, yəni hava qabarcığı suyun səthində olanda buna atmosfer təzyiqi təsir göstərdi, yalnız bərabərdir. V2 ikinci halda hava qabarcığı yuxarı qalxanda bunun həcmi 3V qədərdir. Bölünsün V1 isə V qədərdir. Bundan V'lər ixtisar gedir. Çarpaz şəkildə vuranda alıram ki 3P0 bərabərdir. P0 üzərinə gəlinsin ρH. Buradan 2P0 bərabər olur ρH-a. Bizə də deyir ki, gölün dərinliyini tap. Buradan H-ı təyin etsək, olacaqdır 2P0 bölünsün ρH. Verilən qiymətləri düsturdan nəzərə alsaq, 2 vurulsun atmosfer təzyiqi. Deməli, bu 10^5 paskaldır. Bura 105 şəklində düşüb, bu 10^5'dir. Bölünsün ρ 1000'dir, yəni 10^3'dür. J də 10'dur. 10^3'ü 10'a vuranda 10^4, 10^5'dən getdi. Burada 10 qaldı. 2'ni də 10'a vuranda olacaq 20 metr. Doğru cavabımız D variantı. Və əziz müəllimlər, çatdıq sonuncu sualımıza. Deyir ki, sabit həcmli ideal qaz K halından L halına keçdikdə onun kütləsinin MK böl ML nisbətini hesabla. Sabit həcmli deyir. Həcmimiz sabit. Qrafikə baxanda görürük ki, temperaturumuz da sabitdir. Tamam. Deməli onda gəlin ideal qazın hal tənliyinin bütöv formada yazaq. PV bərabərdir. Kiçik M bölünsün böyük M RT. Deməli müəllimlər, buradan gəlin biz kütləni təyin eləyək. Kütləni tapanda PV böyük M bölünsün RT şəklində olacaqdır. Düzdürmü? V dəyişmir. Temperatur dəyişmir, molyar kütlənin işimiz yox, universal qaz sabitinə işimiz yox. Deməli, burada kütlə təzyiqlə düz mütənasib şəkildə asılıdır. Asıllıq qurramında K və L nöqtələri üçün yazıram ki, MK bölünsün ML bərabərdir PK bölünsün PL. Buradan da MK bölünsün ML bərabər olacaqdır. K nöqtəsinə uyğun təzyiq P0'dır. Bölünsün. L nöqtəsinə uyğun təzyiq isə fikir verirsə 5P0'dır.
5P0'dır. Onda buradan P0'la ixtisar gedir. Cavab nə olur? Cavab olur 5'də 1. Yəni 0,2. Doğru cavabımız A variantı. Belə müəllimlər, MKM mövzusuna aid olan sualların da izahını bitirdik. Bu kitabı tərtib edəndə mən çalışmışam ki, 25-30 ədəd sual olmağına baxmayaraq, mövzunun hər yerindən sual olsun. Düşünürəm ki, həqiqətən də indiyə qədər işlədiyimiz bütün mövzularda mövzunun hər yerindən sual vardı. Yəni bütün mövzunu əhatə eləyirdi. Burada da maraqlı suallar vardı. Ümid edirəm ki, sizlər üçün əhəmiyyətli olmuş olar. Bu şəkildə imtahana qədər inşallah gündə bir mövzu olmaqla paylaşaq. Çatdırmaq adına bəzi günlərdə 2 dənə də mövzunun izahını paylaşacağam. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olar. Belə əziz müəllimlər, videonu bəyənib abunə olmağı unutmayın. Əsas da ki, izləyən müəllimlərdən xahişim budur ki, videonu mütləq bəyənin. Çünki siz daha çox bəyəndikcə daha çox müəllimin qarşısına çıxacaq və daha çox müəllim, bilməyən, eşitməyən müəllim izahlardan yararlana biləcək. Belə əziz müəllimlər, növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.